Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahi ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Allahümme allimna ma yenfa'na ve enfa'na ma allamtana ve zidna ilma amma ba'd. Əziz və dəyərli qardaş abazlarım, hörmətli dinləyicilər. Və bu gün də sizlərlə bərabər Şeyx Əl-Allamə Şeyx Abdurrahman Es-Səud rahimehullah onun Allah və axirət diyarına səfər haqqında olan mənzuməsinin növbəti hissəsində keçid alacaq. Hansı ki, bu hissədə Şeyx Abdurrahman Es-Səud rahimehullah ihsan məqamı barəsində danışır və beytində buyurur ki, Əbədül iləhə əl-ətiqadı hudurihi, onlar Allahı görürmüş kimi ona qulluq edirlər. Fətəbəvvəu fi mənzilil ihsani, və onlar bu qulluq nəticəsində ihsan məqamına çatmaq istəyirlər. Və həqiqətən də ihsan məqamı böyük bir məqamdır dində. Yəni ihsan məqamı özü iki hissəyə bölünür. Birinci hissəsi ondan ibarətdir ki, Allahı görürmüş kimi ibadət eləmək və buna müşahədə edilir və bu ihsan məqamının üstün dərəcələrindən biridir. Və həmçinin ikinci dərəcəsi isə sən Allahı görməsin, Allah subhanahu wa ta'ala səni görür. Bu isə muraqabə dərəcəsidir. Həqiqətən də ikisi də fəzilətlidir, ikisini də insan öz üzərində hər bir zaman daşımalıdır. Lakin ən üstünü isə müşahədədir. Yəni insan sanki Allahı görürmüş kimi ona ibadət edir və ona qulluq edir. Və bu barədə İbn-i Qayyim rahimehullah yəni hətta o da buyurur ki, yəni müşahidə məqamı, Allahı görürmüş kimi ibadət eləmək yəni daha üstün məqamdır. Hansı ki, Allah da səni görür, bu məqamdan daha üstündür, daha ucadır. Və həqiqətən də yəni əgər bir bəndə Allahı görürmüş kimi ibadət eləsə, onun qəlbində Allahın zikri, Allahın sevgisi, məhəbbəti, ona olan ümid hakim olmuş olar. Və həqiqətən də yəni bu məqama çatan insan, müşahidə məqamına çatan, Allahı görürmüş kimi ibadət edən bir insan, yəni günah işləmək istəyindən uzaqlaşar, nəinki o günah eləyər. Və həqiqətən də bunlar hamısı insanı qoruyur günahlardan, insanı qoruyur asiliklərdən, məxluqata qarşı pislik etməkdən insanı qoruyub saxlayır. Və həmçinin İbn Cəvzi rahimehullah buyurur ki, kim Allaha yəni müşahidə məqamı ilə, yəni Allahı görürmüş kimi ibadət edərsə, o insan arif insandır. Və kim ki də əgər Allah subhanahu wa ta'ala onu nəzarət edildiğini fikirləşərsə, muraqabə dərəcəsini özündə daşıyarsa, bu insan ixlaslı insandır. Və həqiqətən də yəni bu iki məqam uca məqamlardandır və bəndə yəni əgər bu məqamları ihsan məqamının özündə daşısa və bu etiqadda olan insan həqiqətən bilir ki, onun Rəbbi uca Allah subhanahu wa ta'ala 7 qat səmanın üzərinə yüksəlib, ərşinə yüksəlib və ona nəzarət edir, onu görür, onun bütün işlərindən, bütün hallarından xəbərdardır. Və heç bir şey ona gizli deyil. Uca Allah subhanahu wa ta'ala elmi hər bir şey əhatə eləyib. Və ona görə də alimlər qeyd edirlər ki, kimsə birdən əgər müşahidə məqamına çata bilməsə, Allahı görürmüş kimi ibadət etmək məqamına çatmırsa, bunu özündə yəni daşıya bilmirsə, bacarmırsa, qoy onda ondan sonraki dərəcəni fikirləsin, muraqabə dərəcəsini fikirləsin ki, uca Allah subhanahu wa ta'ala onu görür, ondan xəbərsiz deyil. Və ona görə də mühümdür, yəni həqiqətən də Allahı görürmüş kimi ibadət eləmək doğrudan da insanı ucaldır, doğrudan insanı şərəfli eləyir və doğrudan da insan yəni nəinki günah eləməyi, hətta o günahlardan belə uzaqlaşır, onlara doğru addım atmaq istəmir. Və sonrası müşahidə məqamından sonra, dərəcəsindən sonra növbəti dərəcə muraqabə dərəcəsidir. Yəni uca Allah subhanahu wa ta'ala səni görür. Yəni bunu təbii ki, bütün məxluqat, bütün bəşəriyyət bunun üzərində hərəkət eləməlidir. Ona görə də alimlər qeyd edirlər ki, yəni əgər deyirsəndir, Allahın səni gördüyünü bilirsənsə, o zaman ey bəndə sənə yaraşan odur ki, onu razı salmayan, onun sevmədiyi şeyləri tərk edəsən və özünlə günahların arasında bir sipər çəkəsən, bir pərdə qoyasan ki, hətta o günahlara yaxınlaşmayasan. Və həmçinin İbn Cəvzi rahimehullah yenə Səfətü Saffada buyurur ki, bəziləri deyərlər ki,
Allahın sənə olan qüdrəti qədər ondan qorx. Yəni, ey bəndə, bil ki, Uca Allah Subhanahu wa Ta'alanın cəzası şiddətlidir və günahlarından özünü çəkindir və günahların aqibətindən qorx, pis sonluğundan qorx və həmçinin də onun sənə olan yaxınlığı qədər ondan utan. Və həqiqətən də Uca Allah Subhanahu wa Ta'ala bəndələr olduqca yaxındır və onlarla, öz elmi ilə onlarla bərabərdir və onları görür, onları eşidir. Ona görə bir bəndə Uca Allah Subhanahu wa Ta'ala'nın bu qədər yaxınlığını fikirləşib, düşünüb, ondan utanmalı, həya eləməlidir. Ən çox həya etdiyi ondan olmalıdır. Necə ki, bir bəndə dünyaya misal olaraq, təbii ki, Uca Allah Subhanahu wa Ta'ala bu misalların hamısından daha ucadır və onun misalı daha alidir. Amma dünya bir misallardan insan necə ki, öz valideynlərindən, atasından, anasından, hansı ki, ən yaxın olan odur onlara, valideynləri, necə ki, onlardan həya eləyirsə, onlardan utanırsa, Uca Allah Subhanahu wa Ta'ala'dan bir o qədər çox utanmalıdır. Çünki Allah ona olduqca yaxındır, çox yaxındır. Və ona görə bəndə günahlarından utanmalıdır və günahlarına görə edəcəyi günahlardan çəkinməlidir. Və ona görə də yəni həqiqətən də yəni insanın səadəti, xoşbəxtliyi ondan ibarətdir ki, insan içərisini düzəlsin, içərisini, qəlbini islah eləsin və içərisini pozacaq şeylərdən qəlbini qorusun. Ona görə də Qahtan Rahimullah Nuniyyəsində buyurur ki, xəlvətdə edən günahların təhlükəsi barəsində. Və izə xaləvtə bi ribətin fi zulmətin və nəfsü da'iyyətun ilə tuğyani. Əgər deyirsən, yəni bir qaranlıqda şübhəli bir işlə tək başa qalsan və həmçinin nəfsin yəni səni tuğyana çağırsa, bu günahı eləməyə çağırsa, fəstəhi min nazarı ilahi və qulləhə innəl-ləzi xaləqəz-zələmə yarani. Və həmçinin də buyurur ki, Rahimullah, ilahının Uca Allah Subhanahu wa Ta'alanın 7 qat səmanın üzərində olan Rəbbinin nəzərindən utan, yəni muraqabə dərəcəsini özündə fikirləş və de ki, gecələri, zülmətləri yaradan məni görür. Və həqiqətən də insan əgər bunu düşünərsə, günahlardan bir o qədər uzaqlaşar. Və bunlar hamısı günahların tərki üçün ən böyük səbəblərdən biridir ki, insan Allahın nəzarətini unutmur və hər bir zaman fikirləşir ki, Allah Subhanahu wa Ta'ala onu qaranlıqda da görür, gündüz vaxtı da görür, yəni tək başına qalanda da görür. Allah Subhanahu wa Ta'aladan nəsə gizli deyil. Ona görə bu kimi şeylər insanı qoruyur xəlvət günahlardan, onların cəzasından, onların aqibətindən və Allah qorusun təklikdə işlənən günahlar insanı həlak edə bilər. Hətta Uca Allah Subhanahu wa Ta'ala öz kitabında buyurur ki, yəstəxfunə minən-nəs və la yəstəxfunə minəllah. Onlar din insanlardan gizlənirlər, amma Allahdan gizlənmirlər. Və huvə məhum izi beyitunə mə la yarda minəl qavl. Uca Allah Subhanahu wa Ta'ala buyurur ki, halbuki Allah onların bəyənmədiyi sözləri gecələr danışdıqları zamanda onlarla bərabərdir. Və kənəllahu mə yəməlunu muhitə. Allah onların etdiklərini öz elmi ilə əhatə eləmişdir. Yəni, Uca Allah Subhanahu wa Ta'ala elmi hər bir şey əhatə eləyib. Yəni, sən gecədə, qaranlıq, zülmətdə də qalsan, Allahın razı qalmadığı, nifrət elədiyi, qəzəbləndiyi sözləri danışsan və hərəkətləri eləsən, Allah Subhanahu wa Ta'ala bunların heç birindən xəbərsiz deyil. Və kənəllahu mə yəməlunu muhitə. Uca Allah Subhanahu wa Ta'ala elmi onları əhatə etmişdir və heç bir şey onun elmindən gizli deyil. Və bəndənin fikirləşməsi ki, zülmətdə olanda Allah Subhanahu wa Ta'ala onu görmür. Allah qorusun, bu Uca Allah barəsində pis zəndir. Təbii ki, biz düşünmürük ki, mümin bir müsəlman bir bəndə Allah barəsində belə bir zəndi olsun. Amma hər bir halda bu ən pis, ən iyrənc zənlərdən biridir. Əgər bir insan bu barədə fikirləşərsə, necə ki, Uca Allah Subhanahu wa Ta'ala buyurur ki, Quran-ı Kərimdə وَمَا كُنْتُمْ تَسْتَتِرُونَ أَنْ يَشْهَدَ عَلَيْكُمْ سَمْعُكُمْ وَلَا أَبْصَارُكُمْ وَلَا جُلُودُكُمْ. Siz özünüzdən gizlənmirdiniz, hansı ki, sizin qulaqlarınız, gözləriniz, dəriləriniz sizə qarşı şahidçilik edəcək. وَذَلِكُمْ ظَنَنْتُمْ أَنَّ اللّٰهَ لَا يَعْلَمُ كَثِيرًا مِمَّا تَعْمَلُونَ.
Və siz elə zənn edirdiniz, elə düşünürdünüz ki, Allah Subhanahu wa Ta'ala sizin etdiklərinizin çoxsunu bilmir. Və yəni Subhanallah, onlar belə fikirləşirlər ki, Allah Subhanahu wa Ta'ala onların etdiklərindən çoxsundan xəbərsizdir, xəbəri yoxdur. Və Allah Azza və Cəllə ayənin davamında buyurur ki, وَذَٰلِكُمْ ظَنُّكُمُ الَّذِي ظَنَنْتُمْ بِرَبِّكُمْ Bu, sizin Rəbbiniz barəsində olan pis zənninizdir, iğrənc zənninizdir. Ərdəkum fə əsbəhtum minəl xasirin və siz həlak oldunuz və həmçinin ziyana uğrayanlardan oldunuz. Yəni, Allah qorusun, Allah barəsində pis zənn insanı həlak edə bilər, insanı məhv edə bilər və ziyana uğrayanlardan ola bilər həmən insan. Və həmçinin insan unutmalı deyil ki, yəni, hətta o Allahın nəzarətini unutsa da belə, heç olmasa qoy öz bədən üzvlərini fikirləşsin ki, sabah mənim bədən üzvləri mənim əleyhimə şahidçi ola bilər. Allah Subhanahu wa Ta'ala hansı ki, o hər bir şey nitq verəndir, ölüdən diri, diridən ölü çıxardır və danışmayanlara, dili olmayanlara nitq verir və insan qorxusun ki, sabah onun bədən üzvləri onun əleyhinə şahidçi ola bilər. Və ona görə insan heç olmasa təklikdə olanda öz zahirinə qayıtsın. Və xəlvətdə edən günahların Allah qorusun cəzası təhlükəlidir. Yəni, insanın o gün əməlləri puç ola bilər. Hansı ki, Thəvban radiyallahu anhudan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, məndir ümmətindən elə qövmlər tanıyıram ki, onlardır qiyamət günü böyük dağ boyda bir savablarla gələcəklər. Lakin onların etdikləri toza dumana çevriləcək. Və Thəvban radiyallahu anhu öz hərisliyindən idi ki, soruşurdu Peyğəmbər sallallahu aleyhi ve sellemdən ki, ya Resulullah, onları bizlərə vəsf elə, bilmədiyimiz halda onlardan olmayaq. Yəni, bu sahabələrin yəni, elmi olan hərisliyindən idi. Peyğəmbər sallallahu aleyhi ve sellemlə hər bir məsələni onlara qaranlıq qalanda soruşurdular. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, onlar sizin qardaşlarınızdır və gecədən nəsib pay götürdüyünüz kimi onların da gecədən bir nəsibləri var. Dəriləri sizin dərilərinizdəndir. Lakin onlar Allahın haramları ilə tək başa qaldıqda onları aşırlar. Və Allah qorusun, bu yəni insanın təsəvvür edin ki, dağlar boyda gələn bir, savabla gələn bir şəxsin həmən əməllərinin puç olması savablarının toz dənəciklərinin dönməsinə səbəb ola bilər. Təkisi işlənilən günahlar. Ona görə hətta İbn Rəcəb rahimehullah deyir ki, nəsihət istəyəndə deyərdilər ki, Allahdan qorx ki, səni görənlərin ən əhəmiyyətlisi, ən dəyərsizi olmasın. Yəni, ona görə Allahdan qorxmalısan. Əgər insan hər bir zaman Allahdan qorxunu öz üzərində daşıyarsa, inşallah ki, o yəni günahlardan da çəkinən bəndələrdən olar. Yox, əgər insan Allahın nəzarətini unudarsa, Allah qorusun, Allah onun üçün yəni unudulan, yaddan çıxan ola bilər. Ona görə məsələ təhlükəlidir. Və həmçinin də beytdə gəlir ki, ya mudminə zəmmi əmə təstəhiyullahu fil xalvəti thənikə. Ey günahlara bulaşmış, alidə olmuş insan, məgərdir utanmırsanmı? Hansı ki, Allah Subhanahu wa Ta'ala sən təklikdə qalanda sənin ikincindir. Qarrəkə min rabbikə imhaluhu və sitruhu tulə məsavikə. Sənin Rəbbinin sənə verdiyi möhlət, hansı ki, o günahlara görə sənə cəzalandırmır, heç bir yəni, cəza görmürsən yaşadığın bu dünyada və həmçinin də eyblərinin üstünü örtməsi, insanlardan gizlətməsi eybəndə səni deyir, çaşdırmışdır. Ona görə bu şeylər insana çaşdırmasın. Yəni, əlbəttə ki, Allah Subhanahu Ta'ala rəhimlidir, bizim günahlarımızı bəndələrdən gizlədib. Əgər günahlarımızın qoxusu olsaydı, o zaman yəni insanlar heç kəsə yaxın dura bilməzdi ki. Günahkarlar bir-birlərinə yaxın dura bilməzdilər. Ona görə də yəni Allah Subhanahu Ta'ala bəli örtür, bəli möhlət verir, amma təbii ki, bəndə özdən qayıtmalıdır, tövbə eləməlidir, istiğfar eləməlidir və günahların üstünün örtülməsi onu aldatmasın. Allah qorusun, tədricən bu bəndənin həlak olmasına səbəb ola bilər. Ona görə də bəndə özdən qayıtmalıdır və
öz nəfsini islah etməyə çalışmalıdır. Və həmçinin də yəni aşkarda Allahın dostu, gizlində isə şeytanın dostu olmalı deyil. Yəni aşkarda özünü salih kimi göstərib, insanlar arasında təqvalı, ixlaslı birisi kimi göstərib, namaz qıldığı zaman sanki xuşuda ali bir mərtəbəyə çatmış kimi göstərib, amma nədir? Təkliyə baxanda isə görürsən ki, xəlvətdə Allahın hədlərini, hüdudlarını, haramlarını aşan bir bəndə olur. Ona görə insan həm sirrində də, həm aşkarında da, həm gizlində də, həm zahirində də eyni olmalıdır, bərabər olmalıdır. Elhamdülillah, bu əlbəttə ki, insana verilən ən böyük lütflərdən biridir ki, onun daxili ilə xarici bərabər olar. Ona görə yəni sən nə qədər özünü insanlara göstərsən də, bil ki, Allah Subhanahu wa Ta'aladan nəyəsə gizlədə bilməzsən. Və həqiqətən də xəlvətdə işlənən günahlar təhlükəlidir. Necə ki, bu barədə İbn-i Cevzi Rahimullah Saydul Xatirlə Əbu Dərdadan gətirir ki, həqiqətən də bir bəndə Allahın haram elədiyi əməllərlə tək qaldığı zaman Allah bəndə bilmədən onun nifrətini möminlərin qəlbinə salar. Yəni, insan Allah qorusun, təklikdə o qədər günahlar edir ki, o qədər bu günahlara bulaşıb ki, telefonda haram şeylər izləmək olsun və yaxud da çöldə, baharda olanda haramlara nəzər dalıcı nəzər qatmaq olsun və yaxud da danışanda haram şeylər danışmaq olsun və s. və axır. Allah qorusun, bu təbii ki, insanın Allah ilə özünün arasında olan bir şeylərdir. O qədər insan bu şeylərə bulaşar ki, hətta Allah Subhanahu wa Ta'ala onun nifrətini zaman keçdikcə möminlərin qəlbinə sala bilər. Onun ki, məsələ təhlükədir. İnsan təşriyini islah etməyə çalışmalıdır. Xəlvətini islah etməyə çalışmalıdır. Əsas budur və ona görə də yəni hətta deməli Əbu Nuaym Rahimullah Hilyətül Əvliyada Süfyan ibn Uyeynədən gətirir ki, kim insanların qabağında Allahın onun haqqında bildiyindən fərqli bir şeylə görünsə, hansı ki Allah səni tanıyır, sən hər bir şeyini bilir ki, sən özünü insanlar arasında ixlasla göstər, amma isə təklikdə o deyilsən, Allah qorusun, Allah onu rüsva eləyər. Ona görə təhlükəlidir və insan bu məsələdən özünü qorumağa çalışmalıdır və təklikdə işlənən günahlardan çəkinməlidir. Hətta İbn Rəcəb Rahimullah Məcmu Rasaildə Allahdan həm gizlində, həm də aşkarda qorxmaq barəsində gözəl qaydalar gətirir. Birincisi deyir ki, insan əgər həm gizlində, həm aşkarda Allahdan qorxmaq istəyirsə, yəni hər bir zaman bunu öz üzərində daşımaq istəyirsə, o insan Allahın vədi ilə vədini fikirləşəcək. Yəni, yaxşı əməl üçün hazırladığı mükafat, günahın tərki üçün hazırladığı mükafat və həmçinin də günahın edildiyi zaman onun üçün hazırlanan cəzanı fikirləşməlidir. Cənnətini və cəhənnəmini fikirləşməlidir ki, əgər tərk eləsəm, elhamdülillah mükafat var, yox, əgər Allah qorusun günahı yerinə yetirsəm, bunun üçün cəza var. Və birinci növbədə bunu fikirləşsə, həm gizlində, həmçinin aşkarda, yəni Allahdan qorxanlardan ola bilər. Və ikincisi, Allahın cəzasını fikirləşməlidir. Onun gücünü, qüvvətini fikirləşməlidir ki, yəni insan Allahın qabağına tab gətirə bilməz, onun gücünün, qüdrətinin qarşısına tab gətirə bilməz. Ona görə də Həsən Abbas Rahimullah deyir ki, Adəm övladı, səndədir Allahla döyüşmə güc varmı? Həqiqətən kim deyir ona qarşı asıq eləyərsə, kim deyir Allaha qarşı günah işləyərsə, ona qarşı döyüş elan etmiş olar. Hərb elan etmiş olar. Ona görə günahlar sanki insan Allahla müharibəsi deməkdir. Ona qarşı müharibə elan eləməsi deməkdir. Yəni, bəndə uca Allah Subhanahu wa Ta'alanın o gücünün, qüdrətinin, qüvvətinin qabağında tab gətirə bilər? Əlbəttə ki, yox. Ona görə günah edən insan ən azından bunu fikirləşməlidir. Və həmçinin də bəziləri deyərdilər ki, mən deyir, zəif insanın
güclü olana qarşı çıxmağına təəccüblənirəm. Yəni bəndədir, zəifdir, acizdir, amma görürsən ki, öz günahlarından uca Allah Subhanahu wa Ta'ala'ya qarşı çıxır. Və həmçinin üçüncü səbəb odur ki, bəndə hər bir zaman Allahın nəzarətini, muraqabəsini fikirləşməlidir. Və bilməlidir ki, Allah Azze və Celle onun bütün əməllərindən şahiddir, heç bir şey ona gizli deyil. Uca Allah Subhanahu wa Ta'ala bizim gizliyimizi, aşkarımızı islah eləsin. Uca Allah Subhanahu wa Ta'ala bizləri təklikdə, xəlvətdə olanda da ondan həqiqi şəkildə qorxan, onun cəzasını düşünən, onun gücünü, qüvvəsini fikirləşən və bunu hər bir zaman öz üzərimizə daşıyan bəndələrini eləsin. Uca Allah Subhanahu wa Ta'ala bizləri bu ihsan məqamına yetişdirsin və onun ən uca dərəcələrindən biri müşahidə məqamına bizləri ona yetişdirsin, ya Rab. Uca Allah Subhanahu wa Ta'ala işitib yaxşı tabun onlardan eləsin. Subhanakallahumma hamdika, əşhədu en la ilahe illa ente, estağfiruke ve etûbü ileyk.